Xoş gördük əziz dinləyicilər. Yaxın Şərqdə, yəni Suriyada və Türkiyədə çox maraqlı hadisələr baş verir. Bu maraqlı hadisələr barədə əlbəttə mən sizə əvvəllər də məlumat vermişəm. Amma bu günləri sözün həqiqi mənasında bir qəribə bir müharibə gedir əlbəttə ki. Amma bu qəribə müharibəni istəyirəm mən sizlə açam. Yəni xatırlayırsınızsa Suriyanın deməli Suriyanın şərqində bir Kürdistan ərazisi vardı. Bir 40% yer tutmuşdular və öz bu yaxınlarda onların dilləri də qəbul edildi. Məktəblərin də açılması barəsində məlumat verildi. Amma bir dəfəlik biz nəyin şahidi olduq? Bunlara qarşı bir hücumun şahidi olduq. Bu hücumun şahidliyi də çox qısa bir vaxtda Suriya qüvvələri, yəni Suriya hakimiyyəti, Şaranın qüvvələri tez bir zamanda Suriyanın şərq hissəsini təmizləməyə başladı. Raqqa, Delezor və sair və gəlib çıxdılar hansı yerə? Rojava ərazisinə. Rojava qamışlı ərazidir. Rojava Kürd dilində qərb deməkdir. Bir də bu da bizi bir Azərbaycanlı olaraq çox narahat edirdi. Çünki biz Türkiyənin tərəfindəyik. Çünki Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. Çox narahat olurduq ki, orada niyə axı Kürdlər olsun, elə türkmanlar olsun. Əgər Suriya dağılarsa, orada bir türkman eli dövləti yaransın. Çünki Suriyanın dağılmasını istəyən bir ortada bir İsrail vardı. İsrail həqiqətən yaxın şərqin dağılmasında maraqlıdır. Çünki o dağılan bölgələrdə daha çox ciddi güclənir və həm də onların öz planları vardı. Dəra və İbrahim koridoru planları vardı. Amma biz nəyin şahidi olduq? Tez bir zamanda bunların sustuğunun şahidi olduq. Bu günləri Amerikanın ərazidə olan Tom Barak ərazi üzrə müvəkkili belə deyək, Tom Barak da açıqlama verdi ki, siz nə edirsiniz eləyin, qüvvələr Suriya qoşununa tabi olacaqlar, Suriya mərkəzi hakimiyyətinə tabi olacaqlar və burada SDK və IŞİD məsələsi bitmişdir. Halbuki 2-3 ay bundan əvvəl bitməmişdir deyirlər. Bugün bitmişdir. Və bu nəyi bizə göstərir? İstəyirəm mən bu barədə danışım. Əvvəla onu deyim ki, Kürdləri satdılar. Həqiqətən Kürdləri bir konfet qiymətinə satdılar. Xatırlayırsınızsa bunu elə Türkiyə kanalları özü deyirdi və biz də bundan çox narahat olurduq. Nə idi? 40 mindən çox ordu yaradılmışdı. Kifayət qədər silahlar verilmişdi Kürdlərə, o ərazidə olan Kürdlərə kifayət qədər silah verilmişdi və bu doğrudan da Türkiyə üçün böyük bir bəla idi və bunu Türkiyə hakimiyyəti heç çəkinmədən deyirdi və deyir ki, böyük bəla. Çünki bu bəlaya görə Türkiyə özü Suriya ərazisində 3-4 dəfə əməliyyat keçirdi ki, heç olmasa təhlükəsizlik xətti yaratsın. Amma bir dəfəlik bu çöktü. Necə çöktü? Pikapların üstündə gələn Suriyanın ordusu ilə nə tank var, nə top var və bu ərazilər tez bir zamanda bitdi və məzlum Abdi bunların rəhbəri bitdi. Belə deyək. Yəni bunu çox ucuz qiymətə satdılar. Amma bu satışın bu satılmış vəziyyətdə insanı maraqlandıran bir məsələ vardı ki, niyə İsrail sustu, halbuki susmurdu? Niyə Amerika razılaşdı? Niyə bunlar? Aydın məsələdir ki, bunlar hamısı artıq danışılıb, bu danışılmış bir döyüşdür və məsələ burada müəyyən mənada Türkiyəyə bir dividend verildi. Mən həmişə demişəm və həmişə də bu fikrimin arxasındayım ki, biz regionda Azərbaycan, Türkiyə, Amerika, İsrail bir yerdə olmalıyıq. Nəyin bahasına olursa olsun bir yerdə olmalıyıq. Biz bir yerdə olduqda udacağıq. Biz bir yerdə əməkdaşlıq etdikdə udacağıq və müəyyən bir əməkdaşlıq var burada. İsrail də sustu, İsrail də bu istəklərindən keçdi. Türkiyə də bu istəklərindən, daha doğrusu Amerika da müəyyən mənada deyir ki, işləyirəm, elə Suriya hökuməti ilə işləyəcəm. Zaten Tom Barak da bunu bildirir ki, Suriya hökuməti zaten Amerika yönlüdür. Bizim üçün də kifayət qədər orada imkanlar var. Niyə də biz mərkəzi hakimiyyətlə işləmək? Yəni Kürdləri indi bir Rojava hissəsi qalıb, yəni Qərbi Kürdistan məsələsi qalıb. O məsələdə böyük ehtimalla ki, yəni bitər, mümkün deyil sən orada mübarizə aparırsan. İkinci ən vacib məqam nədir? Burada bizim sezdiyimiz və fikir verdiyimiz və izlədiyimiz ən təhlükəli məqamlardan biri bundan ibarətdir ki, sual yaranmışdı, orada olan Kürdlər hara gedir? Düzdür, orada olan Kürdlərə böyük bir zərbə dəydi, həqiqətən ruhən böyük zərbə dəydi, cismən, fiziki olaraq yox, mənəvi cəhətdən böyük bir zərbə dəydi. Kürd yaxın şərqdə hardasa bir 40 ildə, 50 ildə mübarizə aparan Kürd aşirətlərinə, Kürd mənəvi dünyasına, Kürd siyasi fikrinə böyük zərbə dəydi. Həqiqətən satıldılar onlar və bundan Türkiyə yaxşı istifadə etməlidir, nəyin bahasına olursa olsun. Amma biz
Türkiyəyə gedilən güzəştlərdən sonra həm Amerikanın, həm İsrailin getdiyi güzəştlərdən sonra bizim üçün maraqlı bir məqam var. Bəs Amerika nə istəyir? Bəs İsrail nə istəyəcək? Hə, indi gəlirəm o məsələyə və sahədə görünən məsələlər bunu bizə göstərir ki, bu gün orada yığışan kürdlər müəyyən hissəsi artıq İraqa keçirilir və Pejak üzərində təmərküzləşir. Pejak da İranın ərazisindədir. Pejak üzərində təmərküzləşir. Sanki bütün kürdlər, silahlı kürdlər ora gedəcək, silahsızlar zaten ərazidə qalacaqlar. Və bütün bunlarla bərabər biz artıq sahildə İranla Amerikanın atışmalarından sonra biz bu gün nəyin şahidi olacaq? Hər halda biz burada məlumat verirdik ki, ola bilsin ki, Trump hazır deyil bu müharibəyə. Müəyyən indi şeylər, şərtlər var orada, onları gözləyir və bu günləri artıq CENTCOM ərazisinə, yəni yaxın şərqdə olan Amerika qüvvələrinin ərazisinə Abraham Lincoln təyyarə daşıyan gəmisi artıq yaxınlaşmaqdadır. Yəni bütün Amerikanın silah təmərküzləşməsi və ən əsas gəmilərindən biri olan təyyarə daşıyan gəmisi Lincoln əraziyə yaxınlaşır və biz bundan əvvəl İrana qarşı o İranda qalxan 2 həftəlik bunkdan sonra biz nəyi gördük? Türkiyə kömək edirdi. Pejak İraq ərazisindən keçəndə onu İrana deyirdi, xəbər verdi və onları orada məhv edirdilər. Böyük ehtimalla Amerika Suriyanı, İsrail Suriyanı Türkiyəyə güzəştə getdikdən sonra müəyyən, heç olmasa İran məsələsində müəyyən dividendlər əldə etmək istəyir. Mən bunu görürəm və düşünürəm ki, artıq bu barədə razılaşdırılıb. Çünki əgər Amerikanın qüvvələri də artıq İran Fars körfəzinə yaxınlaşırsa, demək ki, böyük bir çaxnaşmanın, böyük bir atışmanın və İran rejiminin məhv edilməsi barəsindəki əməliyyat hələ istidir və müəyyən bir pauza götürür və bundan sonra da ciddi surətdə davam edəcək. Təşəkkür edirəm diqqətinizə görə.